Deməli biz hal-hazırda CSS-də selektorlar dərsinin ikinci hissəsini çəkirəm. Niyə? Keçən dərsin videosu çox uzun olmuşdu deyə dedim iki hissəyə ayırım buna. Hər nəysə, indi isə keçək biz dərsimizə. Selektor kombinasiyaları nədir? Belə deyək, CSS-də elementləri bir-birinə görə seçmək mümkündür. Bunları da CSS selektor kombinasiyaları vasitəsilə eləyirik. Bunlar nədir? 4 cür CSS selektor kombinasiyaları mövcuddur. Bunlar designed, child, adjacent sibling və general siblingdir və bunlar nə olduğunu bu dərsdə ətraflı şəkildə bacardığım qədər izah eləyəcəm. Bunları da mən qeyd olaraq aparım. Siz də özünüzdə qeydlər aparmağınız çox gözəl olar. Çünki yadda saxlamaq üçün bu gözəl bir metoddur. Birinci yazırıq nə? Descendant. İkinci olur nə? Child. Üçüncü necə yazılırdı? Adjacent sibling və general sibling. Descendant vasitəsilə nə edirik? Biz bir elementin içində olan bütün elementləri seçə bilirik. Məsəl üçün, divin içində nə var? Tutaq ki, P teki var. 5 dənə P teki varsa, bu divin içindəki 5 dənə P tekinə biz təsir göstərə bilərik bunun vasitəsilə. Bu isə boşluqla yazılır. Hər nəysə, izah edəcəm onları, dərs uzanmasın. Child. Child nə edir? Böyükdür işarəsi ilə yazılır, yəni belə və yalnız birbaşa child, yəni uşaq elementləri seçir. Məsəl üçün, div, belə, tutaq ki, span. Burada tutaq ki, 3 dənə span olsun, birin içində ancaq yazı olsun, birinin içində, spanın içində tutaq ki, başqa bir tag olsun, nə bilim və s. Bu ancaq span taginə təsir eləyəcək. Hər neysə, keçirəm, praktikada izah eləyəcəm. Adjacent sibling vasitəsilə biz nə edə bilərik? Adjacent sibling vasitəsilə biz məsəl üçün, div var, divdən sonra da başqa bir tag gəlir, yəni içində yox, ondan sonra gələn tagə belə deyək, qardaş tag deyilir də. Bu qardaş tagi, birinci qardaş tagi seçməyə yarayır. Məsəl üçün, div plus tutaq ki, olsun H1, H2 olsun, 2 dənə H2 var. İlkini bizdən stil verməyimizə yarayır. Və general sibling vasitəsilə biz nə edirik? Məsəl üçün, divdən sonra 2 dənə H2 gəlirsə və yaxud da 10 dənə də H2 gəlsə, general sibling ilə biz həmin bütün 10 dənə H2-ni seçib onlara stil verə bilirik. Bunu da necə eləyirik? Dalğalı xətt vasitəsilə. Məsəl üçün, div H2 və s. Yəni bunlardır. Sonda isə nələri izah edəcəm sizə? Selektor grouping, bir neçə selektor vasitəsilə, yəni bunlar, belə deyək, bunları izah elədiyimi düşünürəm. Praktik şəkildə göstərərəm. Bir də ki, sıralama. Hansının prioritet olduğunu bilməliyik ki, biz ona uyğun CSS kodlarımızı yazaq. Bunu da ki, izah eləyəcəm. Hər nəysə, indi keçirik dərsimizin praktiki hissəsinə. Burada bir dənə HR açım. Çünki yuxarıda olsa da yaxşıdır. Burada görəcəm nə etməliyik. Məsəl üçün, deməli, divin içində bir dənə class verim lab, desk yazıram, bunun içində lab yazıram azad, bir dənə də açıram içində span, spanın içində Eyvazov yazıram. Yenilədim, gördüyünüz kimi belə gəldi, azad Eyvazov. Biz descendant vasitəsilə nə edirik? Deməli, nə idi onun adı? Deskin içindəki azadı seçmək istəyirəm. Azad deyəni, yəni spanı, Eyvazovu seçmək istəyirəm. Bu zaman nə edirəm? Deskin içindəki spanı seçdim. Buna verirəm color red. Gördüyünüz kimi azad dəyişilmiş oldu, rəngi qırmızı oldu. Yəni azadın yox, Eyvazovun. Biz descendant kombinasiyası ilə bunun içindəki, yəni desk klassına
aid olan spana stil vermiş olduq. Burada məsəl üçün spanın da içində bir dənə p teki olsaydı test ona təsir etməyəcəkdimi edir. Deməli nə olur? Descendant vasitəsilə. Amma yox, olmalı deyil. Tutaq ki, lap bunu div verdim. Bunun rəng aslında nə eləmək istədim indi görəsiz. Div p olmasın lap. Bu span olsun. Burada dəyişdim, elədim div. Buna da təsir elədi. Deməli, onun içindəkinə də, yəni divin içindəki tegə də təsir eləyir. Yəni deskin içində div var, divin içində də span var. Buna da təsir etmiş olur. Sonra nə var? İndi keçək child'a. İndi dediyimiz məsələni biz child vasitəsilə eləsək, elə eyni şey qalır. Deməli, child-la eləyəcəyik, amma yadımdan çıxdı şey. Deməli, child vasitəsilə eləyirik. Onu da necə eləyirik? Bunu kopyalayıram. Eyni şey olacaq. Sadəcə bir dənə işarə dəyişmiş olacaq. Bunu qoydum. Gördüyünüz kimi test Eyvazov qalıb. Amma ki, mən burada nə edəcəm? Bir dənə böyüdür işarəsini qoydum. Yenilədim. Bir şey olmadı. Niyə? Çox maraqlı situasiyalar yaranır. Birbaşa çünki child vasitəsilə, yəni bunun vasitəsilə divə sırf təsir eləyə bilirik. Tutaq ki, bunları silirəm. Sıfırdan başlayıram. Divin içində span içində azad, nə bilim, bunun içində div, bunun içində span içində, nə bilim, p-nin içində test yazdım. Azad və test gəldi. Div, deməli, divin içindəki spanı seçəcəyik. Divin içindəki span. Bunlar da dəyişdi, onlara fikir verməyin. Burada niyə belə şey olur, mənə o çatmır. Deməli, belə bir şey tapdım child hissəsini izah eləmək üçün. Özüm child-la çox az istifadə eləmişəm deyə məndə də oturuşmayıb. Yəni, belə deyək. Onu da yenilədim. Gördüyünüz kimi span, bunun arxası background-u, yəni yaşıl oldu. Bu biri isə aqua rəngində oldu. Niyə? Çünki fikir versəz, diviz adı silirəm. Yox, silməli deyildim. Deməli, span 1 inz div. Divin daxilindədir hal-hazır ki. Bu span. Bu. Burada nə deyir? Bütün spanlara aqua rəngini ver. Yəni, nəyin içində oldu, olmadı, dəxli yoxdur da. Gördüyünüz kimi, o dəxlisiz hissəyə də vermiş oldu həmin aqua rəngini. Burada isə nə deyir? Divin içindəki span teginin arxa planını yaşıl elə. Yaşıl deyirəm, sarı elə. Fikir versəz, görürük ki, bir dənə bu sarıdır arxa planı. Niyə? Çünki bu divin içindəki span budur. O spanın içindəki spana baxmır. Sadəcə bunun içinə düşür, görür ki, bu span var, bunu, yəni bu hissəni götürür. Bunun içindəki spanı götürmür. Və divdən sonra olan spanı da götürmür həmçinin. Niyə? Çünki divin içində daxil deyil. Yəni, bu qədər. Burası mən bayaq çətinlik çəkim bilmədim necə izah edeyim onu. Üzülü sayın. Deməli, adjacent sibling. Bunu düşünürəm ki, daha rahat izah eləyə bilərəm. Elə burada bunu bir dənə kopyalayıram. Lap bunu bağlayıram. Comment alıram. Plus vasitəsinə adjacent siblingi dəyişə bilirik. Necə? İndi nə oldu sizcə? Gördüyünüz kimi dəyişildi bu. Niyə? Çünki bunun arxa planı oldu aqua, bunun arxa planı oldu sarı. Adjacent sibling vasitəsilə biz nə edirdik?
Deməli, divdən sonra gələn ilk spanı tapdı. Məsəl üçün 4, 5 və 6. Bunu da göstərəcəm. Adjacent sibling necə eləyirdik? Plus vasitəsilə. Biz neynədik burada? Divdən sonra gələn ilk spanı tap və onun arxa plan rəngini sarı elə. Bura baxırıq, görürük ki, divdən sonra ilk gələn span budur, 3'dür. DS3 olan. Burada da gördüyünüz kimi 1, 2, 3. 3'ün yalnız arxa planını neynədi? Sarı eləmiş oldu. Biz əgər bunu kopyalayım, kommentə alım. Bunu belə yox. Bu cür yazsaydıq, yəni dalğalı xətlə, ona nə olacaqdı? Hop, divdən sonra gələn bütün qardaş elementlərin arxa plan rəngini sarı elə demiş olduq. Yəni gördüyünüz kimi span, divdən sonra 1, 2, 3, 4 dənə spanımız var və onların hamısı da qardaş element sayılır və hamısını biz neynədik? Stil vermiş olduq. Deməli, bu nədir? Bu general siblingdir, bu adjacent siblingdir, bu child'dır, bu isə nədir? Bu nədir? Mən də yadımdan çıxdı. Designated deməkdir. Yəni ki, neyniyir? Divin içindəki, yəni elementin içindəki elementi seçməyə yarayır. Bu elementin ilk child'ını, ilk uşağını belə deyək, seçməyə yarayır. Məsəl üçün dediyim kimi, divin uşağı spandır, spanın uşağı bu biri spandır. Biz divin içindəki spanı tapırıq child vasitəsilə, yəni bu yazılışla. Sonra div plus span. Bu neyniyir? Bu adjacent siblingdir. Yəni ki, divdən sonra gələn ilk qardaş elementi, qardaş element deyəndə, yəni divdən sonra gələn elementlər artıq qardaş element sayılır. İlk elementi, yəni birinci spanı tapır və ona biz müdaxilə eləyirik. Bunun vasitəsilə, yəni plus vasitəsilə. Div dalğalı xətt, span isə general siblingdir. Bunun vasitəsilə də qardaş elementlərin hamısını seçirik. Yəni divin qardaş elementləri gördüyünüz kimi bunlardır. Bunları seçirik və onların hamısına stil müdaxiləsi eləmiş oluruq. İndi isə keçək nəyə? Qeydlərimə baxım. Selector grouping var. Məsəl üçün, buradakı hər bir şeyi mən kommentə alım. Yenilədim. Bunlar alınmadı. Gördüyünüz kimi elə heç bir stil yoxdur. O stili biz necə verə bilərik? Biz necə izah edeyim? Mən divədə, spanada məsəl üçün bunları silim. Məsəl üçün sildim bunu. Bunu da sildim. Div yazdım. Gördüyünüz kimi bunların hamısı nədir? Biri divdir, qalan spandır. Mən divə və spana eyni klass, eyni stil vermək istəyirəm. Bu zaman nə edirəm? Div, vergül, boşluq, sonra span yazıram. Bu klassla da ola bilərdi. Yəni necə? Məsəl üçün azad klassı olardı və yaxud da ki, nə bilim, test klassı olardı. Bu birindəki məsəl üçün span adında klass olardı. Necə deyim? Span yox, məsəl üçün biri test 1-dir, biri də ki test 2. Bu hər ikisini seçə bilməmiz üçün. Yəni bu həm klassla da seçə bilərik, həm ID ilə də, həm də elementin tagin özü ilə də seçə bilərik ki, mən hal-hazırda tagin özü ilə seçirəm. Bunların backgroundını eləyirəm color. Background colorunu eləyirəm, tutaq ki blue. Gördüyünüz kimi divlərdə şamil oldu bu. Spanlara da, hətta digər div və spanlara da şamil olmuş oldu. Yalnız A-ya və inputlara, bir də ki buna, bu nədir, bu niyə olmayıb? Bu da PTG-dir. Bunlara şamil olmadı. Digər bütün div və spanlara bizim kodumuz şamil oldu. Bu belə. Bir də qaldı ən əsas məsələ nə?
Təbii ki, prioritet. Prioritet nədir? İlk öncə browser hansını görəcək deməyə, hansına üstünlük verəcək. Üstünlük məsələsi prioritetdir. Yəni prioritet belə sıralama ilə gedir. Prioritet. Birinci inline CSS-dir. Yəni ki, inline CSS vasitəsilə yazılmış şey. Tutaq ki, yazıram burada style, background, color black yazdım. Gördüyünüz kimi öncəlik verdi inline-a. Niyə? Çünki prioritet budur. Inline CSS birinci üstünlüyə malikdir. Ondan sonra gəlir nədir? Ondan sonra ID gəlir. Məsəl üçün ID test yazdım. Burada da ID-ni seçdim. Tak ID. Yox, ID test. Burada verirəm background color. Tutaq ki, yellow. Yenilədim. Bunun da gördüyünüz kimi rəngi dəyişdi. Çünki ikinci prioritet olaraq ID-dir. Üçüncü classdır. Class'ı da yenə verim. Məsəl üçün burada verim ki, sizə aydın olsun. Məsəl üçün azad verdim. Azad. Background color. Bunu da verirəm red. Yalnız bu dəyişdirildi. Buradakılara şamil olmadı. Niyə? Çünki baxdı. Birinci inline CSS var. Inline CSS-də bir dənə burada var. Yəni blackdir. Arxa planı qara olub. Bir dənə buna təsir elədi. Sonra gəldi. Gördük ki, ID-də nə verilib? Background color yellow verilib. Bunu arxa plan rəngini sarı elədi. Sonra gördük class var. Class da azaddır. Azad klassına da verilib ki, arxa planı qırmızı olsun. Amma ki, bizdə bundan əvvəl öncəlik ID-də olduğu üçün bunu heçə saydı və ID-yə üstünlük vermiş oldu və bizdə qırmızı rəng arxa plan olmadı. Başqa nəyimiz var? Elementin özü, bundan sonra klassdan sonra, məsəl üçün spana biz birbaşa müdaxilə eləsək, gördüyünüz kimi burada göy rəng vermiş arxa plan. Amma ki, bu arxa plan rəngi, qara arxa plan verdiyimiz, məsəl üçün buna göy rəng ona şamil olmadı. Yəni bu neçənci dərəcəlidir? Bu dediyim kimi div ola bilər, span, h1 və s. Yəni taglərin özünü nəzərə alırıq biz bundan. Yəni element deyəndə 1, 2, 3, 4. Element dördüncü öncəliyə sahib olan bir element mi deyim, nəsə deyim, yəni özünüz anladınız nə demək istəyirəm. Axırıncı olaraq isə universal olandır, yəni ki, ulduz. Universal ən sonuncu öncəliyə sahib olan elementdir. Məsələn, burada background verirəm. Bunun nə rəng verim? Green verim. Hop. Hər bir şeyin rəngi dəyişdi, amma ki, öncəlikləri olan, məsələn, inline CSS-dən yazılan, nə bilim, ID-si olan, divi olan, ID-si olan, klasslı olan və s. onların heç birinin arxa plan rəngi dəyişilməmiş oldu. Belə. Düşünürəm ki, selektorlara aid və selektor kombinasiyalarına aid hər bir şeyi izah elədim. Bir dənə qaldı pseudo selektorlar. Onları da ki, gələcək dərslərdə inşallah izah eləyəcəm. Belə dostlar, videomuz bu qədər idi. Bu videoda uzun oldu. Amma istəyirəm ki, ağlımda olan hər bir şeyi sizə daha yaxşı çatdırım və bunun üçün də biraz məndə vaxt itkisi olur, vaxtı uzadıram. Belə hər nəysə, hal-hazırda da uzadıram vaxtı. Videomuz, dərsimiz bu qədər idi. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Əgər videonu bəyəndinizsə, bəyənmə knopkasına basmağı, videoya rəy yazmağı, gözəl rəylərinizi gözləyirəm. Əgər suallar varsa, suallar yaranıbsa ağlınızda, mənə sual verməkdən çəkinməyin. Məmnuniyyətlə suallarınızı cavablandıracağım. Kanala abunə olmağı, videolarımı paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.